Senin ömrün iki romandı. Biri Tanrı yazan, biri sen yazan. Tanrı'nın yazdığı bu değildi ki. Bir dön ömrüne bak. 30 ildi ki Tanrı'nın yazdığı o romanı sen körya ömür sürürsen. Bir bak o səhvlərə, yanlışlıklara, gör necə calanıb biri-birinə, neçə dostluqlara, tanışlıqlara sən nöqtə qoymuşsan, vergül yerinə. Gör necə qoşmusan sən o romanda, doğma feilləri, yad isimlərə, böyük sevgilərin keçib yanından, uyumusan yalancı təbəssümlərə. Nə deyir uzaqda səslənən əzan? Deyirindən belə bu giley nədir? İstər Tanrı yazan, istər sən yazan, hər iki romanın sonu eynidir.